sahibi ruhumun tam yerine mi düştüm? Direniyor faili tutkunun, kızmış ve küçülmüş aranıyor. Sahibi ruhumun tam yerine mi düştüm? Direniyor, direniyor, direniyor. Beni büyütün, ağlatmayın. Sevginiz nerede? Övündüğünüz. Beni büyütün, ağlatmayın. Sahte düşlerle herkes akıllı, bir ben deli. Bir ben deli, bir ben deli. Beni büyütün, ağlatmayın. Sevginiz nerede? Övündüğünüz. Beni büyütün, ağlatmayın. Sahte düşlerle oyalamayın. Her vaxtınız xeyir olsun. Adınız nədir? Kamran, Bəy, 20 Kamran. yaşım var. Salam aleyküm. Xoş Nə vaxtdan gəlsən. musiqi ilə məşğul olmusunuz? Nə hekayənizi danışın. Musiqi ailəsində böyüdüyümə görə uşaqlıqdan musiqi ilə məşğul oluram. Kimin ailəsi? Kollega Musiqi. Eldəniz Məmmədov. Kimlər? Oo! Eldəniz müəllimə salamlar buradan. Nə gözəl. Eldənizin oğlusan sən. Bəli. Bizim qohum deyə bu. Hansel Dəniz. Nəinki kollega qohum Heç dəstə. tanırsan. Hansel Dənizin. Eldəniz Məmmədov xalq ulduzu, sənətkar. Bəli. Vay. Bu Bəs bura repertuar gəlirsiniz, adama bir zəng eləməzsən, qardaş. Bura gəlib çıxmısan, bir Ya zəng burada eləyib, bir icazə mesaj. yoxdur. Özündən Olmaz çıxartma. elə. Əlbəttə ki. Sən Sən mənə qohumun kimin səsini repertuarından idi bu? Oxuduğun. Mor və ötesi. Hə. Mor və ötesi Eurovision'da Mor və ötesi. oxuyublar bu mahnını. Super mahnıdır. Cəlb eləyib məni. Qəşəng. Özü yaxşı da oxudun ha, əla. Çox Çox gözəl. sağ olun. Əla, əla, Çox sağ əla. olun. Təbrik edirik. Enerji öz yerində. Ha! Ekspresiya öz yerində. Möhtəşəm. 4 nəfərin oxuduğu. Bəli, 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 bəli. 4 nəfərin. Yo, orada oxuyan bir nəfər idi, mən bir şey deyim. Kamran, onlar da danışım səninlə. Bəli, bəli. Bu buyur. adam uşaqlıqda Tünzalə dünya konservatoriyalarında təhlil olunan Queen və Freddie Mercury'nin Bohemian Rhapsody-sini oxuyan adamdır. Yaxşı da. Rəfə. Uşaqlıqda. Uşaqlıqda. Kamran, Bilməm, səs dəyişəndən Səndən sonra çox onu xahiş oxuyursanmı, edirəm. yoxsa yox? Queen-dən bir dənə oxu. Bugün Murad Arif sakitləşsin. Yox, mən bir dənə sakitləşənmərəm. Mama, I Anar, just killed a man. Anar, kim elə? Put a gun against his head, pulled my trigger, now he's dead. Mama, life has just begun, but now I'm gonna throw it all away. Əla, 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 əla. Didn't mean to make you cry. Aferin. Bu mahnını nə olar Batıl'da Eldar çox xahiş Eldar, edirəm. nə olar? Bəlkə də, Bohemian Rhapsody bəlkə də, mütləq nəzərə Queen-dən alın. mütləq nəsə eləyəcək, xüsusilə Murad Arif üçün. Yox, yox, Təşəkkürlər. söhbət ondan getməli, mənim Bütün üçün də ola musiqi bilər. sevərlər üçün. Amma Mahnı çox Kamranın yaraşır ona. Kamranın ifasında çox xoşuma gəldi. Kamran, düşünürəm ki, Sənin artıq səs tembrin daha yaxşıdır. artıq Murad, çox sağ ol ki görüşməliyik. göstərdin. Doğrudan Murad. İşıqlar çox zəhmət potensiallı olmasa, parlaq insandır. parlaq ışıqlar. Nə gözəl. Çox təşəkkür edirəm. Çox sağ olun. Mən həqiqətən çox sevdim ki, mən döndüm və səni seçdim. Zəng eləsən. Təbrik edirəm. Kamran, sən çox istedadlısan. Bizə Təşəkkür ederim. var ha Kamran. Çox sağ olun. Yaxşı ki gəldin. Çox sağ olun. Yaxşı ki gəldin. Çox sağ olun. Teşekkürler. Bəli. Tamaşaçılar Demək bilməsin sən ki, qonbazlıq eləmək istəyirdin. Amma mən eləyə Kamran bilmədin. üçün dəyərdi, təbii ki, Kamran üçün dəyərdi. Mən Rahatlaşdım belə mən. şeylərin Sən tərəfdarı xalq deyiləm, qohumu təbii ki. Elə səsini Serdar tanıyırsan ki. Malacec. Hə. Bəli. Qohumu tanıyırsan ki səsindən. Təbii, səsindən Dönərdin tanımıram. də, dönərdin. Söhbət ilk növbədə burada Eldəniz Məmmədovun dürüstlüyündən gedir və Bir övladına mənalı. olan özgüvəndən Afərin. gedir. Aferin. Əla. Aferin. Və əlbəttə ki, ictimai televiziya bu kürsüyə otuzdurduğu insanların
dürüstlüyündən və Bəli, ədalət bəli. prinsiplərindən arxayındır ki, belə kuryozları yaxın da buraxmır. Ki Və bizim tamaşaçılar da tanıdıqlarımız ola hal-hazırda onun bilər. şahidi oldu ki, Bəli, bəli. bizim ailəmizin üzvü buradadır. Mən xəbərsizəm, Xəbər yox idi. düyməni basmadım. Və bu çox gözəldir çünki bu gözəl səs məhz Eldar mənə təbriklər. düşdü. Kamran, Kamran! Mənə yer qalmayıb, yoxsa mən də gələrdim. Gəl səni mən tək qucaqlayacağam. Belə daha əladır. Kamran, bu necə olur? Atan, baban, milli mahnı oxuyul, xanəndədirlər, amma sən belə tam fərqli bir obrazda, repertuarda. Bilmirəm, əslində. Doğrudan da bilmirəm. Yəni, Evdə konfliktlər olmur. yo. Belə səsə niyə konflikt olsun ki? Bir-birimizi sevdiririk özümüz kimi. Biz də səni sevdik Kamran və əminəm ki, tamaşaçılar səni bundan belə çox sevəcəklər. Səni gözləyirik və səndən gözəl nəticələr gözləyirik. Uğurlar, ataya, babaya salamlar. Sağ olun, görüşərik yenə də. Sağ ol.